Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Esselamu aleykum ve rahmetullah. Əziz iman əhli, hər birinizi bu mübarək məkandan salamlayıram. Bildiyiniz kimi bu günlər bərəkətli aylardan olan Rəcəb ayındayıq. Rəcəb ayı artıq yetişmişdir. Rəcəb ayının özünə məxsus xüsusiyyəti var, özünə məxsus fəziləti var. Qısa olaraq bunu deyim ki, mərifət əhli buyurmuşdur ki, Rəcəb ayı bir cəhətdən Ramazan ayından üstündür, fəzilətlidir. Bu cəhətdən ki, Rəcəb ayının fəziləti, rəhməti xüsusidir. Yalnız iman əhli üçün, yalnız həqiqi mənada Allahı axtaranlar üçündür. Amma Ramazan ayının mənfəəti, Ramazan ayının fəziləti ümumidir. Ramazan ayının gəlişini hər bir şəxs hiss edir. Bəzən iman əhli olmayanda Ramazan ayının gəlişini hiss edir. Yəni xəbərdar olur ki, artıq Ramazan ayı gəlmişdir. Amma Rəcəb ayı belə deyil. Rəcəb ayının gəlişini gələ insan öz qəlbinə hiss etdirək ki, mübarək Rəcəb ayı gəlmişdir. Rəcəb ayı barəsində bildiyiniz kimi çoxlu əməllər, dualar, ziyarətnamələr dua kitablarında məsumlardan nəql olunmuşdur. Onlardan biri də Rəcəbiyyə ziyarətidir və yaxud Məşahid-i Müşərrəfə ziyarətnaməsidir. Bu ziyarətnamə müstəhəbdir ki, bu ziyarətnaməni Rəcəb ayında məsum imamların ziyarətgahında, məqbərələrində oxunsun. Bu ziyarət İmam Zaman əleyhissalam tərəfindən onun xas naibi olan İbn-i Ruh nəql olunmuş və İbn-i Ruh bunu nəql etmişdir. Və Şeyx Tusi və digər hədis alimləri bunu Rəcəb ayının əməlləri sırasında nəql etmişdilər. Və İmam Zaman əleyhissalamın 3-cü naibi olan Hüseyin ibn Ruh buyurmuşdu bu ziyarətin əvvəlində: Zur əyyəl məşahid kuntə biməhzəritiha fil Rəcəb. Bu gün Rəcəb ayı Əhl-i Beyt əleyhissalamın mübarək məzarlarını ziyarət et və təqulu iz dəxəltə. O ki, ziyarətə girdin, bu duanı oxu. Rəcəbiyyə ziyarəti genişdir. Bu günlər hər hansı bir imamı qəsd edərək digər övliya-i ilahinin mübarək qəbirlərində, məzarlarında bu ziyarətnaməni oxuya və bunun hər kəlməsində düşünə bilərsiniz. Mən istərdim qısa olaraq Rəcəbiyyə ziyarətinin ilk hissələrini siz əzizlərlə qısa olaraq müzakirə edək, görək ki, Rəcəbiyyə ziyarəti ümumi olaraq nədən bəhs edir və mövzusu nədən ibarətdir. İlk olaraq bu ziyarətnamə Əlhəmdülillahilləzi ibarəsi ilə başlayır. Allaha həmd olsun. Amma Allaha həmd məqamı nədən ibarətdir? Ümumən, niyə bu ziyarətin önündə, əvvəlində Allah həmd olaraq xatırlanır? Yəni, Allahın həmd sifəti ilə biz onu xatırlayırıq. Əlhəmdülillahilləzi nəyə görə deyilir? Ümumi olaraq, bütün ziyarətlərdə hər hansı bir məzumu ziyarət etməmişdən qabaq Allah-şünaslıq mövzusu açılır. Baxın, bütün ziyarətnamələri siz gedib diqqətlə baxsaz, görərsiniz ki, ilk olaraq Tövhid məqamı açıqlanandan sonra Peyğəmbərlik məqamı, ondan sonra ziyarət etdiyiniz şəxsin özünə salam verilir və onun barəsində hər hansı bir məsələ deyilir. Və bu da onu göstərir ki, Şiyyədə bütün bu Əhl-i Beytin ziyarəti, yəni Əhl-i Beyt əleyhissalamın məzarının ziyarəti Tövhidə bağlıdır. Tövhiddən qaynaqlanır, Tövhid mərkəzindən qaynaqlanır bu ziyarətlər. Bu ziyarətnamədə də Əlhəmdülillahilləzi ibarəsi ilə başlayır. Həmd etmək nədir? Allaha həmd olsun demək nədir? İlk növbədə bildiyiniz kimi həmd etmək şükür etməkdən fərqlidir. Həmd etmək səna etməkdən fərqlidir. Həmd etmək tərif etməkdən, mədh etməkdən fərqlidir. Məsələn, biz bunu xanım Fatimə Salamullah əleyhanın Fədəkiyyə xütbəsində görə bilərik. O mübarək xanım Fədəkiyyə xütbəsinin əvvəlində buyurur:
Elhamdülillah əla ma en'am və lehuşşükru əla ma elham və sənau bima qəddəm min umumin ni'mə. Xanım ilk olaraq Allah'ı həmd edir. Daha sonra Allah'a şükür edir. Daha sonra Allah'a səna edir. Demək, bunlar mahiyyət etibarı ilə, həqiqət etibarı ilə bir-birindən fərqlidir. Həmd başqa bir məqamdır, şükür başqa bir məqamdır, səna başqa bir məqamdır. Ümum olaraq İslam təlimlərində həmd yalnız Allaha məxsusdur. Niyə Allaha məxsusdur? Niyə Allah üçün edilir? Çünki həmd o zaman deyilir ki, bu həmd olunan şəxs bütün nemətlərin sahibi olmalıdır. Yəni, hər bir nemətin sahibi həmd olunandır. Və eyni zamanda özü də hər bir cəhətdən kamil və kəmalata çatan olmalıdır. Və biz görürük ki, İslam təlimlərində ona görə buyurulur ki, həmd yalnız Allaha məxsusdur. Çünki bütün nemətlər Allahdandır. Və Allah hər bir cəhətdən kamildir. Buna görə də Allahdan qeyrisinə həmd olunmaz. Və ümumən Allah Taala da özü də başqa bir şəxsi həmd etməz. Yəni Allah Taala hər hansı bir şəxsin şükür etsə də, səna etsə də, amma heç vaxtı ona həmd etməz. Niyə həmd etməz? Çünki özündən qeyrisi, özündən başqası nə varlıq etibarı ilə kamildir, nə də nemətlərin sahibidir. Biz Quranda buna görə görürük ki, Allah Taala bəzən özün deyir ki, mən bəndələrə şakirəm. Yəni bəndələrinin bu səyləri müqabilində, qarşılığında şükür edirəm. Allahın da şükürü, yəni onlara savab verirəm. Onlara bu əməlləri qarşısında cənnətə daxil edirəm. Və eyni zamanda Allah səna edir. Yəni səna edir, ümumi olaraq mədh edir, tərif edir. Amma heç bir formada Allah Taala həmd etmir. Həmd yalnız və yalnız Allaha məxsusdur. Buna görə də xanım Fatimə Zəhra salamullah əleyha bu dəyərli xütbəsində ilk olaraq həmd məqamına işarə edir. Daha sonra şükür məqamına işarə edir. Daha sonra isə səna məqamına işarə edir. Və ümum olaraq bu yaradılış həmdlə başlayıb. Yaradılışın əvvəli də həmddir, yaradılışın sonu da həmddir. Əmirəl-Müminin Əli ibn Əbi Talib buyurur ki, İnnəlləhə və ləhul həmd. Allahın həmidinin böyüklüyü və əzəmətinə dəlil olaraq bu kifayətdir ki, İftətəhəl həmdə li nəfsihi. İlk olaraq özünə həmd edərək bu yaradılışa başlayıb. Yaradılışa başlayıb hansı formada? Allah Teala Qur'an-ı Kərimin ilk surəsində Rəhman və Rəhim sifətinə işarə etdikdən sonra buyurur ki, Elhamdülillahi Rabbil aləmin. Və İmam Əli buyurur ki, və xətəmə əmrəd dünya və hükməl axirə bilhəmdi li nəfsihi. Və bu dünyanın və axirətin hökmün də özünə həmd edərək başlayacaq. Mübarək Zümər surəsinin 75-ci ayəsində, ayənin son hissəsində Allah buyurur ki, وَقُزِيَ بَيْنَهُمْ بِالْحَقِّ. Onlar arasında haqla hakimlik ediləcək. وَقِيلَ الْحَمْدُ لِلّٰهِ رَبِّ الْعَالَمِينَ. Və bu zaman deyiləcək, aləmlərin Rəbbinə həmd olsun. Və yaxud həmd aləmlərin Rəbbi üçündür. Demək, ilk yaradılış həmiddir. Bütün varlıq həmiddən təşkil tapmışdır. İlk yaradılış həmidin təcəllasıdır. Həmd Allahın bütün sifətlərinin təcəllası və təzahürüdür. Və bildiyiniz kimi Allah Rəsulunun Muhammed sözü də həmiddən götürülmüşdür. Yəni İslam Peyğəmbəri özü bu həmidin əməli təcəllasıdır. Həmidin insani təzahürüdür. Buna görə o Həzrət buyurmuşdur ki, Əvvəlu ma xələqəllah ruhi. İlk Allahın yaratdığı məxluq mənim ruhumdur. Allah Rəsulunun ruhu həmən həmiddir. Buna görə İsra surəsində Allah Teala buyurur ki, mən səni məqam-ı məhmuda aparacam. Yəni həmd olunmuş məqama aparacam. Sual budur, burada Allah Rəsulunu həmd edir, yoxsa bəndələri ona həmd edəcək, ona təşəkkür edəcək. Bu rəvayətlərdən gəlinən nəticə budur ki, bəndələr Allah Rəsulunu həmd edəcək. Buna görə də hamid olmaqlıq möminlərin bariz xüsusiyyətidir. Niyə görə? Çünki Allah özünü həmd edir. Göndərdiyi Peyğəmbər Məhmud məqamına çatıb. İndi bəndələri nə etməlidir? Hamid olmalıdır. Əhli həmd olmalıdır. Allah'a həmd etməlidirlər. Mübarək Tövbə surəsində Allah Teala möminlərin xüsusiyyətlərini vurğulayanda ki, onlar bu xüsusiyyətlərə sahibdir. Ət-taibun, onlar tövbə edənlərdir.
əl-abidun, onlar bəndə olanlardır, ibadət edənlərdir. Üçüncü xüsusiyyətində buyurur ki, əl-hamidun, iman əhli Allaha həmd edənlərdir. Əhli həmddirlər. Əhli həmddirlər, yəni Rəbbul aləmin məqamını dərk ediblər. Rububiyyət məqamını dərk ediblər. Rububiyyət məqamını dərk ediblər. Yəni nə? Yəni həmd edən şəxs bütün nemətləri Allaha qaytarır. Həmdin mənası Allahın insana verdiyi bütün nemətini sağlam şəkildə ona qaytarmasıdır. Həmd edən şəxs, əhli həmd olan şəxs, yəni Allahın bu xüsusiyyətini, rububiyyət sifətini Allahın özünə təslim edir. Və bu təslimiyyətlə özünü ucaldır. Buna görə Allah Rəsulü buyurmuşdur ki, Əl-həmdu yu'rəcu bihi ilə ərşi Rabbil aləmin. Həmd vasitəsilə aləmlərin Rəbbinin ərşinə yüksəlmək mümkündür. Yəni insan Allaha tərəf yüksəlmək istəyirsə, yalnız və yalnız bu həmd sayəsindədir. Və müminlərin qiyamət günü də ən son etdikləri dua budur. Axir dəvahum ənilhamdülillahi Rabbil aləmin. Onların ən sonunda etdikləri, ən sonuncu etdikləri dua budur ki, aləmlərin Rəbbinə həmd olsun. Bu ziyarətnamə də Elhamdülillahla başlayır. Yəni insan dərk etməlidir ki, Allaha həmd yalnız Allaha məxsusdur və onun bir xüsusiyyəti də hamid olmasıdır. Yəni Allaha həmd etməsidir. Əzizlər, bildiyiniz kimi həmd, yəni hər hansı bir şeyin qarşısında mən Allaha həmd edirəm. Qur'an-ı Kərimdə bu barədə bir çox ayələr var. Məsələn, mübarək Fatihə surəsində buyurur ki, Əlhamdu, Allaha həmd olsun. Niyə? Elhamdülillah Rabbil aləmin. Aləmlərin Rəbbidir. Demək, niyə görə Allaha həmd olsun? Çünki aləmlərin Rəbbidir. Və yaxud, niyə mən ona həmd edirəm? Çünki aləmlərin Rəbbidir. Bu barədə bir sıra ayələr var. Məsələn, bir ayədə Allah Teala buyurur ki, Elhamdülillahilləzi xalaqəs-səmavati vəl-ərz. Aləmləri həmd Allaha ona görə məxsusdur ki, xalaqəs-səmavati vəl-ərz. Göyü və yeri yaratmışdır. Və yaxud başqa bir ayədə buyurur ki, və qalilhamdülillahilləzi əzhəbə ennəl-həzən. Həmd Allaha məxsusdur. Niyə görə? Çünki o bizdən hüzün və kədəri aparmışdır. Yəni, harada həmd varsa, həmdin əsas xüsusiyyəti də gəlmişdir. Və yaxud digər ayədə Əraf surəsində qiyamət günündə müminlər deyəcəklər ki, və qalu əlhamdülillahilləzi hədana lihaza. Həmd Allaha məxsusdur. Niyə Allaha məxsusdur? Çünki Allah bizi bu məqama hidayət edib. Və ma kunna linəhtədi. Əgər bizi Allah hidayət etməsəydi bu məqama, vələv ən hədanəllah, biz bu məqama hidayət olunmayacaqdıq. Bu barədə rəvayətlərdə oxuyuruq. İmam Sadiq əleyhissalam buyurur ki, İzâ kânel yevmil qiyamə, qiyamət günü du'iyə bin nəbi və əmirəl müminin və bil əyimməti min vuludihi. Allah Rəsulunu, İmam Əlini və İmam Əlinin nəslindən gələnləri çağıracaqlar və daha sonra onların şiyyələrini də çağıracaqlar və şiyyələrinin ilk duası bu olacaq. Qalu elhamdülillahilləzi hədana lihaza. Həmd Allaha məxsusdur ki, bizi bu məqama hidayət edib. İmam Sadiq əleyhissalam buyurur ki, yəni hədanallahu fi vilayəti əmirəl müminin. Yəni Allah əmirəl müminin vilayətinə hidayət edib. Allaha həmd olsun. Nəyə görə həmd olsun? Bu nəyə görə həmd olsun? İnsanın mərifətinin göstərisidir. Eşitmişsiniz, bir arif bir həmdinə görə 30 il Allaha istiğfar edib. Niyə görə? Deyir, çünki bir gün oyandım ki, mənə carçı xəbər verdi ki, Bağdadda bütün bazarlar yanıb. Mən də bütün mülkümü Bağdad bazarına qoyub gəlmişdim evə. Daha sonra dedi ki, amma sənin ticarət və mağazın və dükanla heç bir şey olmayıb. Sonra başladım, dedim ki, elhamdülillah, Allaha həmd olsun. Sonra oturdum, fikirləşdim ki, mən niyə görə Allaha həmd etdim? Yəni, başqalarına ziyan dəyib, başqalarının malı, mülkü yanıb, mənimki yanmadığı üçün deyirəm ki, ilahi, sənə şükür olsun. Mən başqalarının qəminə şərik olmadığım üçün deyirəm, Allaha həmd olsun. Deyir, bu sözümə görə mən 30 il
Allahdan bağışlanmaq istəyirəm ki, mən yanlış işə görə Allaha həmd etdim. Biz bəzən çox kiçik şeyə görə deyirik ki, Allaha həmd olsun. Və bu nemət bizə çatdıqda, biz hiss etdikdə Allaha həmd edirik. Yəni sən Allahın həmd sifətini tənəzzül etdirirsən, yendirirsən aşağı, ən kiçik bir nemət qarşısında deyirsən ki, Allaha həmd ona görə məxsusdur ki, məsələn, mənə bu məsələni çatdırıb. Axı, o məsələnin dəyəri nədir ki, sən onun qarşısında deyirsən, buna görə Allaha həmd olsun. Bu mübarək Rəcəbiyyə ziyarətində Əlhəmdülillahilləzi niyə görə Allaha biz həmd edirik? Buyurur ki, Əşhədənə məşhədə əvliyaihi fir Rəcəb. Bu mübarək Rəcəb ayında bizi öz dostlarının məqamına şahid etdi, ziyarətçi etdi. Yəni Allaha həmd olsun ki, niyə həmd olsun, niyə Allaha həmd məxsusdur? Bu Rəcəb ayında öz dostlarının ziyarətini bizə nəsib etdi. Allah dostlarının ziyarəti Allahın həmd üçün əsas dəlildir. Və ikinci səbəb nədir? İkinci budur ki, Rəcəb ayında. Baxın, ziyarətdə Məşhədə əvliyaihi ibarəsi düzdür. Məsələn, el arasında soruşsaq ki, Məşhəd, İmam Rıza əleyhissalamın məqbərəsi, ziyarəti xatırlanır və yaxud bəzən İmam Əlinin məqbərəsinə də Məşhəd deyilir. Amma Məşhəd barəsində çoxlu fikirlər deyirlər. Onlardan biri budur ki, insanların toplaşdığı yer və eyni zamanda şahid olunan yer və yaxud şəhid olunan yer mənasındadır. Ümumi ziyarətnamələrdə də Məşhəd Əhl-i Beyt əleyhissalamın məqbərəsinə deyilir. Yəni, o orada insanlara şahiddir. Orada dəfn olunsa da, mübarək cismi bu dünyadan ayrılsa da, orada yenə şahiddir insanların əməlinə, ilahi feyzin vasitəsində yenə də bu rol oynayır. Buna görə Məşhəd bütün ilahi övliyaların qəbrinə şamildir. Burada Məşhədə əvliyaihi, əvliya, yəni Allahın dostları, Allahın təyin etdiyi rəhbərlər. Və ikincidə buyurur ki, Fir Rəcəb, yəni Rəcəb ayında. Fir Rəcəb burada bağlıdır Əşhədəna, yəni Əşhədəna bizi müşərrəf etdi, ziyarətə nəsib etdi öz dostlarına nə zaman? Rəcəb ayında. Demək, Rəcəb ayında Allah dostlarının məqamına çatmaq Allaha həmd edilməsi olan ən üstün əməllərdəndir. Baxın, Allah Teala əvvəli dediyimiz kimi Rəcəb ayının fəziləti Ramazan ayından fərqlidir. Rəcəb ayının fəziləti xəfidir, gizlidir. Gələ insan özü addım ata bu fəziləti tapmaq üçün. Ramazan ayı gəlib hər qapını döyür, özünə dəvət edir. Amma sən gedib Rəcəb ayının qapısını döyüb, icazə alıb içəri girməlisən. Sən məsum imamın ziyarətinə getməlisən. Sən Allah dostunun ziyarətinə getməlisən. O sənə lütf etsin. Biz bu günlərim xanım Məsumənin ziyarətindəyik. Amma qəsdimiz elə İmam Rıza əleyhissalamı ziyarət etməkdir. Və özləri buyurur ki, hər kim xanım Məsuməni ziyarət etsə, elə bil ki, İmam Rıza əleyhissalamı ziyarət edir. Siz də əziz möminlər, əziz müsəlmanlar edə bilərsiniz, bu ailənin nəslini, Həkimə xanımı və eyni zamanda digər yerləri ziyarət edəsiniz. İmam Rıza əleyhissalamı ziyarət etmək qəsdi ilə, İmam Hüseyin əleyhissalamı ziyarət etmək qəsdi ilə Rəcəb ayı dediyimiz kimi, gələ insan özü səy edə ki, Rəcəb ayı özünü görsədə. Buna görə buyurur ki, ilahi, sənə ona görə həmd olsun ki, bu Rəcəb ayında öz dostlarının ziyarətini mənə nəsib etdi. Və Allah Rəsulü buyurur ki, əla innə Rəcəbə şəhrullah, xəbəriniz olsun ki, Rəcəb Allah ayıdır. Və huvə şəhrun azim, və bu çox əzəmətli, mübarək aydır. Niyə görə? Daha sonra buyurur ki, və innəma summiyəl əsəm, bu ay əsəm adlandırmışdı. Ləənnəhu la yuqaribuhu şəhrun minəş-şuhur. Niyə görə əsəm adlandırmışdı? Çünki digər aylarla bu müqayisə edilməz. Nə cəhətdən? Hürmətən və fəzlən indəllah. Hürmət və fəzilət cəhətdən ki, Allah yanında bu ayın vardır. Daha sonra üçüncü xüsusiyyəti görə Allaha həmd edir. Və əvcəbə aleyna min haqqihim ma qad vəcəb.
Allaha ona görə həmd etdi ki, Elhamdülillahillazi, Allaha həmd olsun ki, Rəcəb ayında mən bu övliya-i ilahi, Allah dostlarının ziyarətindəyim. Daha sonra buyurur ki, وَاَوْزَبْ عَلَيْنَا مِنْ حَقِّهِمْ, onların haqqını bizim boynumuzda vacib etdi. Onların haqqı nədir? Onlara haqqı budur ki, biz onlara itaət etməliyik, Əhl-i Beytə itaət etməliyik, Əhl-i Beyti sevməliyik. Sevmək bizim boynumuzda olan ən böyük hüquqlardan biridir. Bunun da özündə rəhmət var. Bir dəfə Allah, nəuzubillah, Allah xəbis insanı, pəlid insanı, insanın mənəvi rəhbəri, maddi rəhbəri qərar verə, bir də pak, öz dostunu. Biz ona görə Allah həmd edirik ki, ilahi, sən öz dostunu bizim imamımız qərar verdin. Biz İmam Əleyhisselamı niyə görə öz imamımız, öz rəhbərimiz bilirik? Baxın, bu rəhbərliyi bilməmişdən qabaq, buna görə Allaha həmd etməliyik ki, ilahi, həmd olsun sənə ki, İmam Əlini mənim imamım, rəhbərim qərar vermirsən. İlahi, həmd olsun ki, sənə İmam Hüseyin mənim imamımdır, İmam Rıza imamımdır, Həzrəti Muhammed Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləm mənim Peyğəmbərimdir. Yəni, bu qədər insanlar içərisində öz seçdiyin, sevdiyin şəxsi mənim rəhbərim qərar vermirsən. 3 səbəbə görə burada, əzizlər, Allaha həmd olunur. Və daha sonra bu həmdin qarşılığında, bu nimətin qarşılığında dua edilir. Və sallallahu ala Muhammed əl-muntəcib və əla əfsiyaihil hucub. Buna görə də ilahi, sənin salamın, rəhmətin seçilmiş Peyğəmbərə olsun və eyni zamanda hicabları aradan qaldıran onun övsiya və canişinlərinə olsun. Buna qədər Allah-şünaslıq və eyni zamanda Peyğəmbər-şünaslıq və eyni zamanda imam-şünaslıq məsələsinə işarə ediləndən sonra Allahdan istənilir. Allahümmə fəkəma əşhəddəna məşhədəhum. İlahi, necə ki, biz bu dünyada gəldik, onları ziyarət etdik. Fəənziz lənə məv'idəhum və əvrədna məvridəhum. Bizi, necə ki, bu dünyada onların məqamına şahid etdin, onları ziyarətçi etdin, eləcə də bizə onlar barəsində verdiyin vədini gerçəkləşdir. Allah onlara hansı vədi vermişdir? Bizi onların varid olduqları məqamı, Kövsər məqamına daxil et. Elə bir halda ki, biz orada heç bir paydan məhrum olmayaq, daimi iqamət və əbədi qalacaq yurd olan cənnətinə daxil et. Necə ki, indi hal-hazırda məsum imamların ziyarəti Allahın yer üzərində cənnətidir. İlahi, bu cənnəti ahirətdə də mənə nəsib et. Necə ki, onlara Kövsər məqamını əta etmirsən, mənə də bu məqamı əta et. Rəcəbiyyə ziyarətnaməsi genişdir, müfəssəldir. Mən qısa olaraq istədim ki, siz əzizlərə işarə edim. Bu Rəcəbiyyə ziyarətini oxumaqdan qəflətdə olmayaq. Günümüzün bir hissəsini bu Rəcəb ayı qurtarana qədər hər hansı bir imamı evdə də qəsd edək, hər hansı bir yerə gedə bilmiriksə, qəsd edək və bu mübarək Rəcəbiyyə ziyarətini oxuyaq. Bəli, bəzi alimlər buyurmuşlar ki, Bə'sət günü də, yəni Peyğəmbərin Peyğəmbərliyə seçildiyi gün də bu ziyarətnamanı oxumaq tövsiyə olunmuşdur. Hər bir halda Rəcəbiyyə ziyarətnaməsi Allah-şünaslığından başlayır və Allah dostunun mənəvi və maddi məqamlarını bizə çatdırır. Allah Teala bütün ibadət, itaət dualarımızı qəbul etsin. Dünyadan köçənlərimizi inşallah öz dərgahında bağışlasın. Esselamu aleykum və rəhmətullah. Allahümme salli ala Muhammedin və ali Muhammed.